Herkese salam, mən Yeganə Muxtarlı, sizin coğrafiya müəlliminiz. Bugün güvən test toplusu birinci hissədən kainat və günəş sistemi, yerin günəş ətrafında hərəkəti bölməsindən test nümunələri izah edəcəm. 34-cü test tapşırığına baxaq. Sxemdə yerin hansı tarixdə işıqlanması göstərilmişdir. Birinci sxemə baxırıq. Bunu necə müəyyən etmək lazımdır? Gördüyümüz kimi qütb işıqlanma qurşağının sərhədlərinə baxmaqla müəyyən etmək olar. Baxın, şimal qütb işıqlanma qurşağının sərhəddi ağ rəngdə göstərilib. Yəni işıqlıdır. 66.5-dən 90-a qədər olan ərazi işıqlı göstərilib. Deməli, burada qütb gündüzləri baş verir. Cənub yarımkürəsində isə əksinə 66.5-dən 90-a qədər qaranlıq göstərilib, qara rənglə. Deməli, burada qütb gecələridir. Biz də bilirik ki, şimal qütb işıqlanma qurşağı daxilində qütb gündüzləri hansı tarixdə baş verəcək? Günəş 23.5 şimal enliyində, yəni şimal tropikində zenitdə olanda, bu da yay gün dönümünə, yəni 22 iyun tarixinə uyğun gəlir. Bu da doğru cavab A variantı olacaq. Daha sonra 35-ci test tapşırığına baxaq. Qış gün dönümü günündə hansı məntəqədə gecənin müddəti daha az olar? Birinci növbədə biz buradan baxaq. Qış gün dönümündə günəş harda zenitdə olur? Cənub tropik üzərində, düzdür? Yəni 23.5 cənub enliyində. Birinci məntəqədə zenitdədir. Hansı məntəqədə gecənin müddəti daha az olar nə deməkdir? Yəni gecənin müddəti daha azdırsa, deməli gündüzün müddəti isə bunun əksinə daha uzun olacaq. Yəni bizdən soruşur, qış gün dönümündə ən uzun gündüz harda müşahidə olunacaq? Bu da ikinci məntəqəyə uyğun gəlir. Yəni düzgün cavab B variantı. Nəyə görə ikinci məntəqəyə uyğun gəlir? Onun izahını verək. Biz bilirik ki, Günəş cənub yarımkürəsində, cənub tropikində zenitdə olanda gündüzün uzunluğu ekvatordan cənub qütbünə doğru 90 dərəcəyə qədər artmağa davam eləyir. Ona görə biz buradan ən uzaq məntəqəni, yəni qütbə ən yaxın nöqtəni seçməliyik. O da uyğun gəlir ikinci nöqtəyə, ikinci məntəqəyə, o da B bəndi. Daha sonra baxırıq 36-cı məsələyə. 15 cənub enliyində günəş zenitdə olduqda 40 şimal enliyində yerləşən Ankara şəhərinə günəş şüaları günorta vaxtı neçə dərəcə bucaq altında düşər? Deməli, birinci zeniti qeyd edirik. Zenit bərabərdir 15 dərəcə. Hansı enliyi soruşur? 40 şimal enliyi. Enliyimiz olacaq 40 dərəcə şimal enliyi. Ankara şəhərinə düşmə bucağını tapmalıyıq. D bərabərdir sual. Biz düsturdan da bilirik. Günəşin düşmə bucağı düsturu necədir? D bərabərdir 90 çıxılsın. Və verilənləri yerinə qoyuruq. D bərabərdir 90 çıxılsın. Enliyimiz nədir? 40 şimal. Zenit nədir? 15 cənub. Burada toplama işarəsi olacaq uşaqlar. Nəyə görə? Çünki biz bilirik ki, verilən coğrafi enliklə Günəşin zenitdə olduğu enlik eyni yarımkürədə olarsa toplanır, fərqli yarımkürədə olarsa toplanır, eyni yarımkürədə olarsa çıxılır. Verilən zenitlə enlik də biri şimal, biri cənubdadır. Ona görə toplayırıq. 40-ın son 15 gəlir, 55, 90-dan da 55 çıxanda 35 dərəcə. Deməli, düşmə bucağı olacaq 35 dərəcə A bəndi. 37-ci test tapşırığına baxırıq. Sxem 2-də sual işarəsinin yerinə hansı tarix olmalıdır? Baxın, sxem 1-də bizim bayaqki sualda istifadə gördüyümüz sxemdir, tapdığımız 22 iyun tarixi. 2-də necə müəyyən edirik? Yenə də işıqlanma qurşağının sərhəddinə qütb gecə gündüzünə əsasən müəyyən edə bilərik. Həmçinin onu da əlavə edə bilərik ki, ikinci sxemə diqqət eləsək görərik ki, yerin cənub yarımkürəsi günəşə tərəf daha meyillidir və cənub qütb dairəsindən cənub qütbünə qədərki hissə ağ rənglə göstərilir. Yəni burada qütb gündüzləri baş verir. Deməli, hansı tarix olacaq? Əgər cənub qütb işıqlanma qurşağında qütb gündüzləri baş verirsə, deməli, günəş cənub yarımkürəsində zenitdədir. Yəni 23.5 cənub enliyində. Bu da uyğun gəlir cənub tropikinə. Tarix olaraqsa bizdə 22 dekabr olacaq A bəndi. 38-ci testə baxaq. Şimal qütbündə qütb gecələrinin müşahidə olunduğu tarixlər. Şimal qütbündə qütb gecəsidirsə, deməli, Günəş cənub yarımkürəsində zenitdədir. Günəş cənub yarımkürəsində zenitdədir. Burada qütb gecəsi müşahidə olunacaq hansı aralıqda? Yəni 21 martdan ekvatordan Günəş 22 dekabra cənuba yönəlir. Sonra yenidən 21 marta qədər davam edir. Deməli, 23 sentyabr, 21 mart, yəni Günəşin cənub yarımkürəsində olduğu vaxtlara uyğun gələcək 6 ay. Sonra 39-cu məsələyə baxaq.
Günəş 30 dərəcə cənub enliyinə günorta vaxtı 50 dərəcə bucaq altında düşərsə, o harada? Zenitdədir. Verilənləri yazırıq. Deməli, Günəş 30 cənub enliyinə. Enliyimiz nədir? 30 cənub enliyidir. Günorta vaxtı 50 dərəcə bucaq altına düşür. Düşmə bucağı 50 dərəcə. Bizdən zeniti soruşur. Çox asanlıqla düsturda yenə yerinə qoyub tapa bilərik. D bərabərdir. Birinci düsturu qeyd edək. 50 bərabərdir. 90 çıxılsın. Enliyimiz 30 cənub. Plus minus zenit. Buradan da nə alacaq? Deməli, 90-dan nəyə çıxanda əlin verir? 40-ı 10 ilə toplamaq lazımdır. Zenit də olacaq 10 dərəcə şimal enliyi. 10 dərəcə şimal enliyi də A bəndinə uyğun gəlir. 40-cı test tapşırığına baxaq. Günəş şüaları günorta vaxtı şimal qütb dairəsinə 18-15 dərəcə bucaq altında düşərsə, Bakı hansı bucaq altında düşər? Birinci növbədə Günəşin hansı coğrafi enlikdə zenitdə olduğunu müəyyən etmək lazımdır. Şimal qütb dairəsinə enliyi yazırıq. Şimal qütb dairəsi 66,5 dərəcə şimal enliyi. Düşmə bucağı 18,5 dərəcə və zeniti müəyyən edək. 18,5 bərabərdir. 90 çıxılsın. Enlik 66,5 dərəcə şimal. Zenit. Buradan zeniti necə müəyyən eləyirik? Deməli, zeniti buradan tapanda 71,5, o da 5 dərəcə. 5 dərəcə cənub enliyi. Necə müəyyən etdik? 90-a nəyə çıxanda 18,5-i verir? 71,5-i. O zaman 66,5 ilə toplamalıyıq və toplama ilə tapırıqsa olacaq əksi yarımkürə cənub enliyi. Zenit 5 dərəcə cənub enliyidirsə, Bakı hansı bucaq altında düşər? Bakının coğrafi enliyi nədir? Bakının coğrafi enliyi 40 dərəcə şimal enliyi. Zeniti də buradan müəyyən elədik. İndi düsturda yerinə qoyub tapaq. D bərabərdir 90 çıxılsın. 40 şimal. Burada da toplama olacaq. Niyə görə? Yenə deyirəm, əks yarımkürə. Biri şimal, biri cənubdur. 5 cənub enliyi. 40 üstünə 5, o da deməli 45 dərəcə. 45 dərəcə Y bəndi. Sonra 41-ci məsələyə baxaq. 48 dərəcə cənub enliyinə günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqlarını tapın. Ümumiyyətlə, hər hansı bir coğrafi enliyə günəş şüalarının minimum maksimum düşmə bucağını tapanda bu düsturdan istifadə edirik. 90 çıxılsın. Verilən coğrafi enlik 23,5 dərəcə. Yəni, tropik xətlərinin dərəcəsi. Verilən coğrafi enliyimiz nədir? 48. 48 dərəcə cənub enliyi. 48 dərəcə cənub enliyi. Burada nə etməliyik? Həm minimumu, həm maksimumu. Bir dəfə toplamaq, bir dəfə çıxmaqla hesablayırıq. D minimum bərabərdir 90 çıxılsın. 48 dərəcə. Öz yarım kürəsində olanda maksimum bucaqla düşür. Əks yarım kürədə olanda minimum. Toplama ilə minimumu tapırıq. 23,5. Bunu da hesablasaq 18,5 dərəcə. D maksimum bərabərdir 90 çıxılsın. 48 çıx 23,5. Bir dəfə toplama, bir dəfə də çıxma ilə. Buradan da həll eləyəndə qalacaq 65,5. 15 dərəcə. Bizdən deyilən minimum maksimum düşmə bucağını birbaşa soruşur. Minimum və maksimum. Deməli 18,5, 65,5. Y bəndi. Düzgün cavab Y bəndi. Sonra 42-ci məsələyə baxaq. 42-ci məsələdə demək olar eynisidir. Sadəcə burada bir dənə qayda var ki, onu fərqləndirir. 19 şimal enliyində yerləşən Mexiko şəhərinə günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqlarını müvafiq olaraq hesablayın. Verilən coğrafi enliyimiz, burada nəyə diqqət edirik? 19 dərəcə şimal enliyidir. Düzdür. Bura maksimum minimum düşmə bucağını bu düsturla tapmamışdan əvvəl
biz bilirik ki, bu 19 dərəcə coğrafi enlik iki tropik xətti arasında yerləşir. Və qaydadan da bizə məlumdur ki, tropik işıqlanma qurşağı daxilində bütün coğrafi enliklərdə Günəş ildə 2 dəfə zenitdədir, tropik xəttləri istisna olmaqla. İldə 2 dəfə zenitdədir, bir dəfə belə olsa yenə. Zenit nə deməkdir? Deməli, həmin coğrafi enliklərə Günəş şüaları maksimum 90 dərəcə bucaqla düşür. Yəni biz artıq həmin aralıqda, hansı aralıqda qeyd edək? 23.5 şimal, 23.5 cənub aralığındakı enliklərdə, coğrafi enliklərdə maksimum düşmə bucağını birbaşa 90 dərəcə yaza bilərik. Minimumu da indi özümüz hesablayıb müəyyən edirik. D minimumda düsturun vasitəsilə tapırıq. 90 çıxılsın 19 şimal. İndi burada belə bir sual yarana bilər ki, yaxşı, maksimum 90 ilə düşdü. Bəs minimumu tapmaq üçün toplama yoxsa çıxma ilə hesablamalıyıq? Təbii ki, toplama ilə hesablamalıyıq. Səbəbi nədir? Çünki verilən coğrafi enlik şimal enliyidir və ondan ən uzaq zenit cənub yarımkürəsində olacaq. Günəşin ondan ən uzaq olduğu vaxtı nəzərə almalıyıq. Xüsusilə gəlir 23.5 cənub enliyi. Burada hesablayanda deməli 47.5 dərəcə. Deməli, minimum düşmə bucağı 47.5, maksimum 90. Müvafiq olaraq soruşduğuna görə maksimumu yazırıq birinci 90, sonra 47.5. Düzgün cavab D bəndi. 43-cü test tapşırığına baxaq. Günəş onun cənub enliyində zenitdə olduqda 66.5 şimal enliyinə hansı bucaqla düşər? Yenə zeniti yazırıq. Deməli, 43. Zenit bərabərdir nə? 10 cənub enliyi. Verilən coğrafi enliyimiz 66.5 dərəcə şimal enliyi. Düşmə bucağını bizdən soruşur. D bərabərdir 90 çıxılsın. Verilən coğrafi enliyi 66.5 şimaldır, zenit cənubdur. Deməli, bunları toplamaq lazımdır. Buradan da cavabı tapanda nə olacaq? Deməli, 13.5 dərəcə. 13.5 dərəcə də D bəndinə uyğun gəlir. Düzgün cavab D bəndi. Sonra 44-cü test tapşırığına baxaq. Qütb dairələrinə Günəş şüalarının maksimum və minimum bucağını tapın. Qütb dairələri neçə dərəcədən keçir? 66.5 dərəcədən. Biz bir dəfə yenə toplama, yenə çıxma ilə hesablayırıq. D minimum bərabərdir 90 çıxılsın 10.5. Şimal da olsa, cənub da olsa fərqi yoxdur. Biz minimumu tapanda onun əks yarımkürəsini götürdüyümüzdə görə toplama ilə 23.5 yazırıq. Maksimumu tapanda isə 90 çıxılsın, çıxması ilə həll edirik. Yəni öz yarımkürəsini götürürük. 23.5. Burada 0, burada da 47 dərəcə. 47 dərəcə. Maksimum 47 olacaq, minimumda 0. Maksimum 47, minimum 0. Düzgün cavab D bəndi. Test izahı bu qədər. Əgər video sizin üçün faydalı oldusa, əməyə hörmət əlaməti olaraq videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq.